Saltıroyun Qaranuru Bələdiyyəsi tərəfindən qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə Qaranuru Bələdiyyəsi arasında yaşayan 18 az təminatlı ailələrə ərzaq yardımı olunacaq. Bələdiyyə bildiyimiz kimi Qaranuru Bələdiyyəsi yeni tərkibdə seçildiyi gündən başda bələdiyyə sədri Azər müəllim olmaqla hər əziz günlərdə şəhid ailələri, qazilər və imkansız ailələrə müxtəlif formada maddi yardımlar etmişdir. Bundan sonra da bu ənənəni davam etdirəcək. Əziz Qaranuru Bələdiyyəsinin ərazisində yaşayan kənd sakinləri, sizi başda bələdiyyə sədri Azər müəllim olmaqla bələdiyyə üzvləri və kollektiv adından qarşıdan gələn Ramazan və Novruz bayramı münasibətilə təbrik edirik.